Salam əziz müəllimlər, mən Aysun Abdullazadə. Bugün müsahibəyə düşmüş suallarımız haqqında izahımız olacaq. Yəni ümumi belə qənaətə gəlirəm ki, özünüz də yəqin ki, suallarla tanış olmusunuz. Təkrar suallar oldu. 2022-2023-cü ildə düşmüş suallarla eynilik kəsb edir. Yəni bu günə qədər nə keçmişdiksə, eyni suallar oldu. Yəni mənə fərqli bir sual, fərqli bir deyim ki, anlayış olaraq sual gəlmədi. Çünki hamısı eyni suallar idi. Onsuz ki, bağça elə bir proqramdır ki, bağçanın əsas test mərhələsinin proqramını yaxşı mənimsəyən üçün müsahibə üçün heç bir çətinlik, qaranlıq qalan məqam ola bilməz. Çünki eyni sualları sadəcə situasiya şəklində verə bilər sizə və yaxud eyni qayda olaraq verə bilər. İndi isə keçid edək suallarımıza. Suallarımızın PDF forması əvvəlcədən qrupunuza da göndəriləcək izahı ilə birlikdə. Birinci sualımız nə idi? İnklüziv təhsil nədir? Və siz inklüziv təhsili necə həyata keçirərsiniz? Təbii ki, biz bunu test mərhələsində öyrənmişdik. İnklüziv təhsil nədir? Təhsilin hamı üçün əlçatan olması. Bütün uşaqların bərabər təhsil aldığı bir sistem. Yəni burada fiziki cəhətdən, sosial, emosional, idraki fərqliliyinə görə də uşaqların bərabər təhsil almasıdır. Və mən inklüziv təhsildə uşağın fərdi inkişaf planını hazırlamalıyam, qrupdakı uşaqlarda empatiya, qəbul hissinə yönəltməliyəm, fəaliyyətlərdə fərqləndirməyə tətbiq edə bilərəm. Bu oldu bizim inklüziv təhsil haqqında cavabımız. Daha sonra növbəti bir sual düşmüşdü. Gün rejiminin əhəmiyyəti nədir? Biz bunu gün rejimi dərsində, yaşlar üzrə gün rejimində keçmişdik. Gün rejimi uşağın bioloji ritmini, nizam-intizamını, sağlamlıq inkişafını təmin edir. Məsələn, sabah gimnastikasıdır, uşağın qidalanması, uşağın gəzintisi, oyun, istirahət vaxtlarını biz tərbiyəçi müəllim olaraq ardıcıl şəkildə planlaşdırmalıyıq. Və bu da təbii ki, uşaqlarda vərdiş formalaşdıracaq, məsuliyyət hissini artıracaq, vaxt anlayışını dərk etməyə şərait yaradacaq. Sonra gəlir növbəti sualımız. Adaptasiya. Bunu bir gün əvvəl mən öz müəllimlərimə işlətmişdim. Eyni sual düşübdü. Yeni uşağın adaptasiyasını necə təmin edərdiniz? Təbii ki, ilk günlərdə valideynlə qısa müddətli qrupda əlaqə saxlamaq olar. Yəni valideynin qısa müddətdə qrupda olmasını təşkil etməliyik. Daha sonra uşağı sevdiyi fəaliyyətlərlə tanış edərəm. Onu digər uşaqlarla yumşaq şəkildə tanış etmiş olaram. Qısa müddətli iştirakla başlayıb daha sonra vaxtı getdikcə artıraram. Əsas məqsədim burada nə olur? Uşağın emosional təhlükəsizliyi və bağçaya qarşı müsbət münasibətinin formalaşdırılması. Sonra təkrar düşmüş yeni bir sual. İşə qəbul olsanız nə yeniliklər edərsiniz? Təbii ki, buna sadə cavab vermək lazımdır. Öz sözlərinizlə. Məsələn, işə qəbul olsam, güşələri uşaqların marağına uyğun yeniləyərdim. Yəni, özümün yaradıcı fikirlərim olduğu üçün qrup otağında yeniləmə edərəm. Ailələrlə əməkdaşlıq üçün açıq qapı günləri təşkil edərəm. Məsələn, məşğələ zamanı tədrisdə əsasən layihə yanaşmasından, oyuna əsaslanan öyrənmələrdən istifadə edərdim. İnklüziv təhsili daha da gücləndirmək üçün hər bir uşağa fərdi yanaşma göstərərdim. Bərabər hüquqları qoruyardım. Sonra kollektivlə əməkdaşlığa münasibətiniz necədir? Təbii ki, müsbətdir, çünki kollektivlə əməkdaşlıq işin keyfiyyətini, mühitin pozitivliyini artırmalıdır. Mən də həmkarımla fikir mübadiləsi aparmağı, birgə tədbirlər təşkil etməyi, qarşılıqlı hörməti çox vacib sayıram və uşaqlar üçün nümunəvi mühit elə müəllimlər arası əməkdaşlıq və pozitiv münasibətlə formalaşmalıdır. Sonra müəllimlər şəkil düşübdü. Şəkil indi müəllimlər yadında saxlamayıb, ancaq fəslə uyğun olubdu. Mən payız şəkli, daha doğrusu payız fəsli, qış, yaz, yay fəslinə aid hər birinə aid bir nümunə vermişəm ki, siz istəsəniz bu nümunələrə baxarsınız. Məsələn, payıza aid payız gəldi məsələn mövzusu vermişəm ki, saralmış yarpaqlardır. Məsələn, buludlu hava, ağacdan tökülən yarpaqlar. Məqsədim nə olmalıdır burada? Uşaqlarda payız fəsli, hava dəyişiklikləri, təbiət hadisələri barədə təsəvvür yaratmaq. Bəs mənim müşahidəm nə olmalıdır? Şəkildəki yarpaqların rəngini, formasını müqayisə etmək. İndi isə məşğələlərlə məsələn nitq inkişafı, payızda nə dəyişir kimi suallar ünvanlayaram uşaqlara. Bu da təbii ki, qarşılıqlı dialoq yaradar. Təsviri fəaliyyət məşğələsində rəngləmə. Təbii ki, təsviri fəaliyyətdə əsasən rəsm olsun, aplikasiya olsun,
yapma, quraşdırma və s. Burada rənglərlə boyamadan istifadə edərəm. Sensor fəaliyyət, qurumuş yarpaqları əllə hiss edərək səslərini dinləmə. Məsələn, sensor tərbiyə nədir? Belə bir sual düşmüşdü, onu da izah edəcəm. İnteqrasiya edərəm. Nitq inkişafı, təsviri fəaliyyət, ətraf aləmlə tanışlıq. Daha sonra məsələn qış fəsli. Məsələn, qar, şlyapalı uşaqlar, ağaclarda ağ rəngdə olması, şaxta. Bunlar hamısı ümumilikdə şəkildə özünü göstərə bilər. Yəni şəkilə baxıb siz onu analiz etməlisiniz. Mövzu olaraq qış gəldi mövzusunu qoyaram. Məqsədim nə olmalıdır? Uşaqları qışda, məsələn, qış fəsli, hava soyuqluğu, geyim mədəniyyəti haqqında biliklər formalaşdırmaq olar məqsədim. Söhbət edərəm ki, məsələn, qışda nələr görürük. Burada da artıq uşaqların danışığı olacaq. Sonra oyunlar təşkil edərəm, yenə məşğələlər, inteqrasiya edə bilərəm. Yaz fəsli, yay fəsli yenə eynidir. Buna bir dəfə baxsanız bəs edəcək. Sonra düşüb yenə test mərhələsinin suallarından hüquq vəzifəyə aid sual düşübdür. Təhsil verən hüquq vəzifələri. Təhsil verənin, yəni tərbiyəçinin, müəllimin hüquqları hansılardır? Təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq, təhsil prosesinin təşkili, idarə olunmasında, təhsil layihələrində iştirak etmək, idarə etməni təkmilləşdirməklə bağlı təkliflər irəli sürmək, şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək, təhsil prosesində tətbiq olunan forma, metod, vasitələri sərbəst seçmək, mükafatlandırılmaq və təltif olunmaq. Bu oldu tərbiyəçinin hüquqları. Bəs vəzifələri hansılardır? Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, ixtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək, attestasiyadan, sertifikasiyadan, diaqnostikadan keçmək, dövlət təhsil standartına uyğun olaraq təhsil alanların zəruri bilik və həyati bacarıqlara yiyələnməsini təmin etmək, məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmək, təhsil alanları Azərbaycan xalqının dilinə, adət-ənənələrinə, mənəvi dəyərlərə, dövlət rəmzinə, ümumilikdə Azərbaycançılıq ruhunda tərbiyə etmək, uşaqların şərəf ləyaqətinə hörmət etmək, pedaqoji etika, əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq və ziyalılıq nümunəsi göstərmək. Sonra uşaqların təhlükəsizliyi, sağlamlığının qorunmasında iştirak etməsi, uşaqların təlim-tərbiyəsi üçün valideynlə əməkdaşlıq etmə, təhsil alan yəni uşaqları məktəb təliminə hazırlama və bir də ildə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmə. Gəlir növbəti sualımız. Belə bir sual düşüb ki, əsəbi uşaqlarla necə davranarsınız? Təbii ki, əsəbi uşaqla davranarkən biz ilk növbədə həmin uşağın emosiyalarını başa düşməliyik. Uşağı sakitləşdirməyə çalışmalıyıq. Biz uşağı əgər əsəbləşsək, cəza versək, bu zaman o daha da əsəbləşir. Biz onu sakitləşdirməyi öyrənməliyik. Niyə əsəbləşib? Onu araşdırmalıyıq. Və uşaqla sakit bir tonda danışmalıyıq. Uşağı dinləməliyik. Məsələn, mən səni başa düşürəm. İndi gəl biraz sakit olaq kimi empatiya qurmalıyam mən uşaqla. Lazım gəlsə, məsələn, uşaqlarla nəfəs məşqləri edərəm. Rəsm çəkmədən istifadə edə bilərəm ki, uşaq sakitləşsin. Mənim əsas məqsədim burada nə olur? Uşaqda özünü ifadə bacarığını və emosional nəzarəti inkişaf etdirmək. Sonra gəlir, özünüzün hansı cəhətinizi inkişaf etdirmək istərdiniz? Təbii ki, buna hər kəs fərqli bir cavab verəcək. Mən öz cavabımı qeyd etmişəm ki, baxıb bu cavabı da öyrənə bilərsiniz. Mən özümün emosional dözümlülüyümü, səbrimi daha da inkişaf etdirmək istəyərdim. Çünki müəllim sadəcə bilik vermir. Müəllim müxtəlif xarakterli uşaqlarla işləyir və müəllim bu uşaqlarla işləməyi bacarmalıdır. Çünki hər bir uşaq fərqlidir, fərqli temperament, xarakter tipinə malikdir. Çətin davranışlı uşaqlar da ola bilər. Sadəcə biz həmin uşaqlarla işləməyi bacarmalıyıq. Sonra başqa bir sual, uşaq evdə müəllimdən qorxmuşam deyir və onda kəkələmə yaranır. Bu zaman nə edərsiniz? Təbii ki, biz uşağı qınamadan, qorxutmadan dinləməliyik və uşaqla sakit, güvən yaradan bir münasibət qurmalıyıq. Uşağı biz danışığına görə danlaya bilmərik.
və yaxud söhbət zamanı uşağı tələsdirməyə ehtiyacımız yoxdur. Cümləni tamamlamağımıza kömək etmək lazım deyil. Yəni o uşağı biz tələsdirsək, yəni səhv deyirsə, yox mən tez düzəldim, bu kimi sözlər uşaqda belə deyim də gərginlik yarada bilər. Valideynlə əlaqə saxlanılmalıdır. Əgər ehtiyac varsa, lazım gələrsə, logopedlə, uşaq psixoloqunda dəstəyin almaq olar. Əsas məqsəd nədir? Uşaq bizim yanımızda təhlükəsiz, qəbul edilmiş, sevindiyini hiss etsin. Sonra valideyn sizdən narazıdır. Həmin uşağa necə yanaşarsınız? Əgər valideyn məndən narazı olsa, ilk növbədə sakit qalmağa və valideyni dinləməyə çalışaram. Onun narazılığını səbirlə dinləyib, daha sonra uşağa qarşı münasibətimdə heç bir dəyişiklik etmərəm. Yəni bizim valideyn aramızda hər hansı bir problem varsa, bu uşağa təsir etməməlidir. Əksinə uşağa daha da diqqətli olmalıyıq, mehriban olmalıyıq, ədalətli yanaşmalıyıq ki, uşaq özünü rahat hiss etsin, narahat yox. Və valideynlə də sakit bir şəkildə əməkdaşlıq edib problemi həll etməyə çalışmalıyıq. Sonra belə bir sual verə bilərlər ki, indiyə qədər hədəflərinizə çatmısınız və bundan sonra hansı məqsədləriniz var? Baxın müəllimlər, elə müəllimlər bu gün mənə yazır ki, məsələn, biz bu il bitirmişik universiteti, kolleci, biz necə hədəf deyək, axı biz işləməmişik. Yəni, bura peşəkar bir şəkildə cavab vermək lazımdır. İndiyə qədər qoyduğum əsas hədəflərə çatmışam. Məsələn, peşəkar bacarıqlarımı inkişaf etdirmək, uşaqlarla effektiv işləmək sahəsində təcrübə qazanmışam və yaxud MİQ imtahanına hazırlaşmağınız əsas hədəfim olub ki, mən imtahanda iştirak edim, yüksək nəticə əldə edim, sizin kimi möhtəşəm münsiflər heyətinin qarşısına müsahibə götürülsün məndən. Daha sonra işlə təmin olunum. Yəni, bu da mənim bir hədəfim ola bilər. Qarşıma məqsəd qoymuşam. Və bundan sonra da daha da inkişaf etmək istəyərəm. Uşağın fərdi inkişafını dəstəkləyəcək yeni metodlardan yararlanmaq istəyərəm. İnklüziv təhsil sahəsində biliyimi artırmaq istəyərəm. Peşəkar bacarıqlarımı təkmilləşdirmək istəyərəm. Əsas məqsədim nədir? Uşağın inkişafını maksimum şəkildə dəstəkləmək. Buna görə də daim mən öz üzərimdə işləməyə hazıram. Sonra yenə test mərhələsinin bir sualı. Sensor tərbiyə nədir? Sensor tərbiyə uşaqların duyğu orqanları vasitəsilə dünyanı tanımasıdır, qavramasıdır və burada uşaqlarda görmə, eşitmə, dadma, qoxu, toxunma hissləri də inkişaf etmiş olur. Və sensor tərbiyə vasitəsilə uşaqlar ətraf aləmi daha da yaxşı tanıyır. Çünki burada uşaqlarda hərəkət koordinasiyası inkişaf edir, incə motorika bacarıqları inkişaf etmiş olur. Sonra mənim öz müəllimlərimə işlətdiyim bir sual. Uşaq digər uşağı dişləsə nə edərsiniz? Təbii ki, əvvəlcə sakit və dərhal uşağı ayırmalıyam, vəziyyəti nəzarətə almalıyam. Dişlənən uşağa diqqət göstərməliyəm, zədələnməyinə baxmalıyam, lazım gələrsə ilkin tibbi yardım göstərməliyəm. Və dişləyən uşağa isə nə üçün bu davranışın düzgün olmadığını sadə və aydın şəkildə izah etməliyəm. Uşağın duyğularını dinləyərək səbəblərini anlamağa çalışmalıyam. Və bundan sonra uşaqlara sosial bacarıqları, empatiya öyrədən oyunlardan, fəaliyyətlərdən istifadə edərəm ki, bu hal təkrarlanmasın. Eyni zamanda da təbii ki, valideynə də əməkdaşlıq edilməlidir, məlumat paylaşılmalıdır. Yenə, valideyn narazılıq etsə, sizinlə razılaşmasa nə edərsiniz? Valideynin narazılığını diqqətlə dinləyərəm və onun fikirlərinə hörmətlə yanaşaram. Sakit və konstruktiv ünsiyyət quraraq vəziyyəti izah edərəm və uşağın inkişafını, təhlükəsizliyini təmin etmək üçün gördüyüm tədbirləri açıqlayaram. Əgər valideyn hələ də razılaşmırsa, alternativ həll yolları irəli sürməliyəm. Qarşılıqlı anlaşma üçün əməkdaşlıq etməliyəm. Və mənim əsas məqsədim nə oldu? Uşağın xeyrinə olan qərarları valideynlə birlikdə həyata keçirmək. Burada konstruktiv ünsiyyət deyəndə sizə oradan cümlənizi yarda saxlayıb deyə bilərlər ki, konstruktiv və destruktiv rəyakda nə deyə bilərsiniz? Təbii ki, mən uşağın fəaliyyətini dəstəkləyirəmsə, inkişafına yönəlikdirsə, səndə alınacaq, sənə güvənirəm, bu konstruktiv rəydir. Tam əksi, uşağı qapalı düşüncəyə salıramsa, səndə alınmayacaq, sən bu işin öhdəsindən gələ bilməzsən, bu destruktiv rəy hesab olunur.
Sonra kiçik yaşlı uşaqlarla gəzinti zamanı hansı fəaliyyətlər təşkil edərsiniz? Mən bunu ətraf aləmlə tanışlıqda yaş dövrlərində qeyd etmişdim. Təbii ki, uşaqlara ətraf aləmi müşahidə etməyə təşviq edərik. Ağacları, çiçəkləri, heyvanları göstərərik və sadə izahlar verərik. Hərəkətli oyunlardır, qrup fəaliyyətləri təşkil edərək uşaqlarda sosial bacarıqları, motorikanı inkişaf etdirərik və eyni zamanda təhlükəsizlik qaydalarına əməl etməyi, uşaqların maraqlarını nəzərə almağı vacib hesab edərəm. Sonra başqa yeni bir sualımız. Stresli vəziyyətlərlə qarşılaşanda siz adətən necə davranırsınız? Təbii ki, stresli vəziyyətlə qarşılaşanda əvvəlcə sakit qalmağa çalışıram. Vəziyyəti obyektiv qiymətləndirirəm. Problemi mərhələli həll edirəm və uşaqların, həmkarların təhlükəsizliyini təmin edirəm. Eyni zamanda stresin səbəbini araşdırıram. Gələcəkdə də belə halların qarşılaşmamağım üçün tədbirlər planı hazırlaya bilərəm. Sonra valideyn uşağı vaxtında bağçadan götürmədikdə bu vəziyyəti necə həll edərsiniz? Təbii ki, ilk öncə mənim ən vacib məqsədim uşağın təhlükəsizliyini təmin etməkdir. Sakit şəkildə vəziyyəti izah edərəm uşağa. Valideynə zəng edərək uşağın bağçada olduğunu bildirib səbəbi soruşaram və qaydalar çərçivəsində uşaq üçün təhlükəsiz mühit yaradaram. Valideynlə ünsiyyətdə hörmətli, konstruktiv olmaq ən vacib məqsədlərimdən biri olmalıdır. Sonra didaktik prinsiplərimizdən səhər smində inkişaf yönümlülük düşübdür. Günorta smində isə mənim öz müdavimimə sual düşüb ki, didaktik prinsiplər hansılardır? Belə bir sual veriblər. Ümumilikdə didaktik prinsiplərimiz şəxsiyyət yönümlülük, uşaq yönümlülük, inkişaf yönümlülük, nəticə yönümlülük, tələb yönümlülük, daha sonra varislik, Azərbaycançılıq, dünyəvilik. Bildiyiniz kimi bu prinsiplər haqqında hər biri haqqında məlumat bilmək lazımdır. İnkişaf yönümlülük nədir? Uşağın idrak fəallığı, bilik bacarıqlarının inkişafı, nailiyyət, məsələn, idrak qabiliyyəti deyirəmsə, şəxsiyyət yönümlülükdür. İdrak nailiyyətinin inkişafı deyirəmsə, inkişaf yönümlülükdür. Gündəlik və yekun qiymətləndirməm, bunlar hamısı inkişaf yönümlülük prinsipindədir. Dövlət siyasətinin prinsiplərini niyə tərtib edirlər? Təbii ki, əsas nədir tələb burada? Ölkədə idarə etməni, sosial ədaləti, inkişafı təmin etmək üçün və onlar dövlət orqanları, vətəndaşlar üçün əsas fəaliyyət qaydasını müəyyən edir ki, bu da prioritetləri göstərir və qərar qəbulunu asanlaşdırmış olur. Sonra müəllimlər, xalq nağıllarından nümunələr deyə bilərsinizmi? Belə bir sual düşüb. Təbii ki, nümunələrimiz Göyçək Fatimə, Cikcik xanımdır, Ağıllı qızdır, Koroğlu Şah və Dovşan kimi nağıllardan nümunə çəkə bilərsiniz. Təbii ki, nağıllar uşağın təxəyyülünü inkişaf etdirməlidir, yaradıcılığını, məntiqi təfəkkürünü və bir də mənəvi əxlaqi dəyərləri aşılamalıdır. Sizdən şeir söyləmənizi istəsək, hansı şeiri deyərsiniz? Belə bir sual düşüb. Mən öz müdavimlərimə də demişdim ki, nağıldır, tapmaca, atalar sözü, şeir, aforizm, mütləq bir dənəsini əzbər bilməlisiniz. Məsələn, Kəpənəklər şeirini əzbərləyə bilərsiniz və yaxud Bəxtiyar Vahabzadənin şeirindən öyrənə bilərsiniz. Ümumilikdə şeirlərimiz çoxdur. Mirzə Ələkbər Sabirin şeirlərindən. Yəni, bir dənə şeir öyrənin, bir kuplet belə olsa, onu orada soruşsalar deyə bilərsiniz. Yenə test mərhələsinin sualından veriblər iş formaları haqqında. İndi bilmirəm tam olaraq sual necə idi. Sadəcə müəllimlər dedi ki, iş formaları haqqında sual verdilər. İş formalarımız fərdi, cütlərlə, qruplarla, kollektivlə işdir. Fərdi öz üzərində işləyən, öz inkişaf səviyyəsini müəyyən edən, cütlərlə 2 nəfərin qarşılıqlı əməkdaşlığı, qruplarla əsasən uşağın yaradıcılığının daha artıq olduğu və burada məsələn deyək ki, effektiv qrup işində scaffolding fəaliyyətindən istifadə ön planda olur, yaxın inkişaf zonası güclənir, Vygotsky nəzəriyyəsi. Kollektivlə iş bütün qrupun birlikdə əməkdaşlığıdır. Sonra məşğələ qurmaq deyiblər. Baxın müəllimlər, bu məşğələyə aid öz müdavimlərimdə çətinlik çəkir. Ümumi bir dənə sizə deyim ki, deyə bilərlər ki, müəllimə, bizə bir dənə məşğələ qur. Elə deyər də, deməz ki, ətraf aləm olsun, savad təlim olsun, məntiqi riyazi, sadəcə bir məşğələ. Siz özünüzdən bir məşğələ qurmaq üçün mən sizə göndərdiyim məşğələ nümunələrini öyrənməlisiniz. Yəni, bu kurikulum kitablarında da var, digər müəllimlər üçün də qeyd edirəm.
Hər biriniz məşğələni bilməlisiniz. Məsələn, ətraf aləmlə tanışlığa aid məşğələ deyə bilər, savad təliminə deyə bilər, bədii təfəkkürə, məntiqi riyazi təfəkkür, təsviri fəaliyyətə aid, sensor tərbiyəyə aid məşğələ deyə bilər. Siz ilk öncə məşğələnin mövzusunu bilməlisiniz. Məsələn, mən qeyd etmişəm 1-2 yaş dövrünə aid Şaxta babanın böyük-kiçik hədiyyələri, ətraf aləmlə tanışlıqdır. Baxın, ilk öncə nəyi qeyd etdim? Mövzumu. Daha sonra mənim inkişaf sahəm olmalıdır. Ətraf mühitlə tanışlıq və nitq inkişafı. Sonra standartımı qeyd edirəm. Şəkillər üzrə tanış obyektləri adlandırır. Siz o standart cədvəlini bilməlisiniz ki, artıq orada idraki, fiziki, sosial, estetik yaradıcı inkişafa aid hər hansı bir məşğələ quranda bir nümunəni inteqrasiya edib yadınıza sala biləsiniz. Məsələn, şəkillər üzrə tanış obyektləri adlandırır. İdrakla bağladıq. Danışığında 1-2 sözdən ibarət sadə cümlələr qurur. Bu oldu standartım. İnteqrasiya götürürəm ki, ölçü anlayışını başa düşmə. İndi gəlir məqsədim. Baxın, mövzum oldu, inkişaf sahəm, standartım, inteqrasiyam. İndi gəlirəm məqsədə. Məqsəddə sadə cümlələr qurmalıyam. Salam, sağ ol sözlərindən istifadə etmək, tanış obyektləri adlandırmaq. Siz bunun birini də deyə bilərsiniz. Sonra gəlir mənim iş formam və resurslarım. İş formam əsasən bütün belə deyim də məşğələlərdə əqli hücumdan istifadə olunur. Suallardan fərdi kollektivlə iş formasından istifadə olunur. Yəni bunları desəniz özünüzü çətinliyə salmağa ehtiyac yoxdur. Kifayət edir. Sonra resursum gəlir. Resursum nə olar? Baxın, mənim mövzum nədir? Şaxta babanın böyük-kiçik hədiyyələri. Demək, orada oyuncaq da olacaq. Demək, orada kağız parçaları da olacaq və onu yığacaq bir zəmbil. Orada olan oyuncaqlar. Bu olacaq mənim resursum. Sonra gəlir mənim məşğələmin gedişatı. Məşğələnin gedişatının da bildiyiniz kimi 3 mərhələsi var. Motivasiya, dərk etmə, tətbiq etmə. Motivasiyada ilkin girişdir. Baxın, uşaqlar stullarda dairəvi otururlar. Hələ ilkin girişdir. Dovşan əlində böyük zəmbillə qrup otağına daxil olur. Salam uşaqlar. Uşaqlar da cavab verir, salam. Sonra dovşan deyir, mən sizin yanınıza gəlməyə tələsirdim, çünki sizə hədiyyələr gətirmişəm. Bilirsiniz onları kim göndərib? Və tərbiyəçi də deyir ki, dovşan çox sağ ol, Şaxta baba da çox sağ olsun. Uşaqlar, baxaq görək, qrup otağında Şaxta babanın şəkli var. Bu oldu mənim ilkin mərhələm, ilkin girişim, yəni motivasiyam. Sonra mənim dərk etməm gəlir. Uşaqlar, mən əvvəlcə sizinlə böyük-kiçik oyun oynamaq istəyirəm. Sonra oyuncaqları sizə bağışlayacağam. Dovşan böyük ayını göstərir. Baxın, bu böyük ayıdır. Əhməd, sən mənə balaca ayını tap. Yəni, mənim dərk etməm suallarla uşağı öyrətməkdir. Tətbiq etməm yekun mərhələmdir. Gəlin indi baxaq görək zəmbildə daha nələr var. Bunu uşaqlar araşdıracaq, daha sonra mənə göstərəcək və tərbiyəçi yekunlaşdıracaq. Bu da olur mənim tətbiq etmə mərhələm. Mən ətraf aləmi qeyd etdim. Sonra orada sizə bir şəkil verər, deyər ki, bundan bir məşğələ qur. Şəkil baxarsınız ki, payız fəslidir, yaz fəslidir, qış fəslidir, yay fəslidir, oyunlara aiddir, uşaqlara aiddir, hər hansı bir şəkil. Orada artıq siz o şəkildən biləcəksiniz ki, bu hansı məşğələyə aid ola bilər. Hərəkətdir, aktivlikdir, fiziki mədəniyyətdir, hesablama, təfəkkür, məntiqi, riyazidir, nə hekayələr, nağıl, oxu, savad təlimidir, daha doğrusu bədii təfəkkür və yaxud da yaradıcılıqdır, təsviri fəaliyyətdir, ətraf mühitlə bağlıdırsa, ətraf aləmlə tanışlıqdır. Yəni bunu siz orada görəcəksiniz. Sadəcə bunun gedişatını bilməlisiniz. Gedişatı bilməlisiniz ki, mövzumuz olur, inkişaf sahəmiz, standartımız, inteqrasiya, məqsəd, iş forması, iş üsulu, resurslar və məşğələnin gedişatı. Sonra gəlir, belə bir sual düşüb ki, pedaqoji şura nədir? Mən bu sualı müəllimlərə işlətmişdim. Pedaqoji şura təhsil müəssisəsində pedaqoji prosesin təşkili, tədris, tərbiyə işlərinin koordinasiyası, inkişaf strategiyalarının hazırlanması, həyata keçirilməsinə cavabdeh qərar qəbul edən ali pedaqoji orqandır. Bəs deyə bilər ki, pedaqoji şuraya kimlər daxildir? Tərbiyəçi müəllim, müdir, direktor müavini, psixoloq, metodist, kurikulum üzrə məsul şəxslər. Sonra belə bir sual düşüb ki, davranış fərqliliyi olan uşaqla necə davranırsınız? Təbii ki, uşağa xüsusi diqqət göstərərəm, uşağı qınamadan anlayışla qarşılayıram. Fəaliyyətlərimi onun bacarığına uyğun təşkil edərəm, uğurlarını qeyd edərəm. Qrup içində həmyaşıdları ilə ünsiyyətini təşviq edərəm. Əgər lazım gələrsə, valideynlə əməkdaşlıq edib uşağın inkişafını izləyərəm.
Sonra belə sual düşüb, təkrar bir sualdır. İki uşaq oyuncağa görə mübahisə edirsə nə edərsiniz? Təbii ki, uşağı sakitləşdirib hər birinin ayrıca fikrini dinləməliyəm və uşaqlara paylaşmağı, növbə ilə oynamağı izah etməliyəm. Mübahisəni ədalətli şəkildə həll edib, məsələn, oyuncağı növbə ilə istifadə etmələrini təklif edə bilərəm və yaxud əlavə bir oyun təklif edərəm. Yaxşı davranışları görüb daha sonra uşağı afərin deyərək təşviq etməliyəm ki, təkrar hal baş verməsin. Sonra məktəbəqədər təhsil müəssisəsinin növləri düşübdür. Ya baxın, körpələr evi, uşaq bağçası, uşaq bağçaları, sağlamlıq imkanı məhdud uşaqlar üçün və sanator tipli məktəbəqədər təhsil müəssisəsi üçün. Qrup var ki, başqadır. 1-2 yaş qrupu, 2-3, 3-4, 4-5, 5-6 bu başqadır. Sonra belə bir yenə sual düşüb, əvvəlki illərdə düşən suallardan. Zəif tərəfləriniz nədir? Biz orada özümüzü pisləməməliyik. Qəti şəkildə. Sadəcə yaxşı tərəflərimizi qeyd etməliyik ki, yəni mən bunlar daha belə deyim də çox mükəmmələm, onu biraz azaltmaq istəyirəm. Necə? Məsələn, bəzən işlərimi tamamilə mükəmməl etmək istəyirəm. Ona görə biraz vaxt alır. Ancaq bunun üzərində işləyirəm və prioritetlərə görə işlərimi səmərəli bölməyə çalışıram. Və bəzən çox uşağa eyni vaxtda diqqət yetirməyim çətin olur. Bu səbəbdən qrup idarəçiliyi, vaxt planlaması bacarıqlarımı inkişaf etdirirəm. Bəzən yeni metodları tətbiq edərkən diqqətli olmalıyam. Hər uşaq üçün uyğun olsun bu və bu üzərində işləməliyəm. Hər məşğələdən sonra təcrübəmi təhlil etməliyəm. Sonra belə bir sual düşüb. Uşaq fəaliyyət zamanı tez yorulur, diqqəti dağılır. Bu halda nə edərsiniz? Təbii ki, ilk növbədə yorulmadan diqqət dağılmasının səbəbini müşahidə etməliyəm. Məsələn, bu emosional gərginlik də ola bilər. Bunu araşdırmalıyam və fəaliyyəti daha qısa mərhələyə bölməliyəm. Məsələn, oyun elementi, hərəkətli tapşırıqlar, fasilələrlə uşağın marağını itirməmək üçün. Və tapşırıqlarımı elə etməliyəm ki, uşağın yaşına, fərdi xüsusiyyətinə uyğun olsun, uşaq çətinlik hiss etməsin. Və uşaqların diqqətini cəlb etmək üçün rəngli materiallardan, musiqidən, hərəkətli oyunlardan istifadə edərəm. Sonra günorta ismin düşmüş sual, Xankəndi nə vaxt azad olunub? Bütün işğaldan azad olunmuş rayonların hər birinin tarixini əzbər bilməlisiniz. Təbii ki, 2023-cü il 19 sentyabr tarixində lokal antiterror tədbirlər nəticəsində tam azad edilmişdir. Bunu əzbər bilin. Sonra uşaq oyuncağı qırsa nə edərsiniz? Bir də bu suala nəzər yetirək. 9 noyabr, 8 noyabr tarixlərinə diqqət edin, çünki yaxın vaxtlara düşdüyü üçün bu haqda sizə suallar verə bilərlər. Sonra uşaq oyuncağı qırsa nə edərsiniz? Təbii ki, əvvəlcə sakit bir şəkildə vəziyyəti müşahidə edərəm, uşağı qəti danlamaram, oyuncağı qırma səbəbini öyrənməyə çalışaram. Bəzən bu hərəkət maraqdan da ola bilər, bəzən də uşağın emosional bir çətinliyi, gərginliyi ola bilər. Daha sonra uşağa oyuncaqlara qayğı ilə yanaşmağın vacibliyini izah edərəm və birgə təmir etməklə məsuliyyət hissini formalaşdıraram. Bu həm də emosional tərbiyə, sosial bacarıqların inkişafına da xidmət edər. Sonra ləngiməli uşaqla necə məşğul olarsınız? Yəni inkişafda geri qalmış uşaq. Heç bir logoped psixoloqda yoxdur. Bu zaman məsələni necə həll edərsiniz? Təbii ki, uşaqlarla fərdi yanaşma tətbiq edərəm. Fəaliyyət sahələrində addım-addım, sadə şəkildə, oyuna əsaslanan şəkildə quraram. Məsələn, deyək ki, nitqində ləngimə varsa, nəfəs məşqlərindən, sadə ritm, təqlid oyunları, şəkil vasitəsilə danışıq üsullarından istifadə edərəm. Logoped, psixoloq olmadıqda isə valideynlə sıx əməkdaşlıq edərəm və evdə təkrarlaya biləcəyi sadə məşğələlər üçün təlimatlar verərəm. Eyni zamanda uşağın emosional dəstəyə ehtiyacı olduğundan uşağı daim müsbət motivasiya ilə ruhlandıraram. Və sonuncu sualımız, ailə ilə necə əlaqə saxlayarsınız? Təbii ki, valideynlərlə mütəmadi və səmimi ünsiyyət saxlayaram. Yəni uşağın gündəlik davranışı olsun, uşağın nailiyyəti olsun, çətinliyi olsun, geri bildirim. Yəni valideynə məlumat verərəm. Əlaqə formaları kimi məsələn deyək ki, valideyn görüşləri təşkil edərəm, fərdi söhbətlər, qrup çatları, valideyn guşəsi təşkil edərəm. Mənim əsas məqsədim nədir? Uşağın inkişafında birlikdə iştirak etmə, ailə ilə əməkdaşlıq qurma. Çünki ailə ilə əməkdaşlıq qursa, uşaqda da özgüvən formalaşa bilər.
Bu qədər müəllimlər gördüyünüz kimi çox sadə suallardır. Sadəcə sualları bir dəfə oturub analiz etməlisiniz. Ən əsası xalq mahnıları, xalq nağılları, şeir, nağıl, bir də məşğələ qurma. Buna aid nümunələr öyrənin ki, digər suallar dünya görüşü, psixoloji olur. Onu yazmaq daha asandır. Ancaq siz məsələn xalq mahnısı, xalq nağılı və yaxud da deyək ki, atalar sözü, tapmaca, yanıltmac və yaxud şeir, nağıl bilməsəniz, orada bundan belə deyim də cavab verə bilməyəcəksiniz. Digər sualları ən azından keçdiyiniz olduğu üçün bilirsiniz. Dediyim hissələrə mütləq şəkildə nəzər yetirin. Ən əsası da məşğələlərə diqqət edin. Uğurlar olsun sabahki imtahan olan müəllimlərə də. İnşallah sabahın suallarını da yenə yığıb axşam sizə izahım verəcəm. Hər birinizə uğurlar.